الله أكبر الله أكبر. Məscidə cəm olanların əmvatin salavatla yad edirik. Allahümmə salli alə Muhammed və ali Muhammed. Mömin-i möminat, müslümat ruhların salavatla yad edirik. Allahümmə salli alə Muhammed və ali Muhammed. Ustad-ı müəllimlər, Səyyid-i Şühəda, Bivaris, Bədvaris ruhların salavatına yad edirik. Allahümmə salli alə Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vəssalatu vəssalamu ala Seyyidina və Nəbiyyina Muhammedin və alihi tabi'in. Allahümmə salli alə Və lənətullah əla ədaihim əcməin minəl-an ilə liqai yevmiddin nəhməduhu və nəstə'inuh Rəbbi şrəhli sədri və yəssirli əmri və əhlul uqdətən min lisani yəfqəhu qavli. Sadaqallahul əliyyul əzim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən binəsib eləməsin inşallah. Allah Teala bizi bu əqidədə sabit qədəm eləsin inşallah. Nəslimizdən, bədi nəslimizdən Əhl-i Beyt düşməni qərar verməsin inşallah. Tamam o şəxslər ki, iltimas eləyiblər, xüsusən xəstəsi olanlar, Allah Muhammed Ali Muhammed xatirinə tamamən müşkülləri olanların müşküllərini həll eləsin inşallah. İslamın və müsəlmanların inşallah Qur'anın, Əhl-i Beytin, düşmənlərin tamamən yer üzündə məhv nabud eləsin. Biz söhbətimizə başlamazdan əvvəl bir məsələni ki, qabaqlarda bir dəfə demişdik, möminlərə onu təkrar eləyək. O da çox ciddi bir dənə məsələdir ki, maşınları möminlər bu küçədə saxlayırlar və o da cəmaata əziyyət verir. Ondan sonra yolların kəsir, ondan sonra hətta bəzi maşınlara da bir ziyan da verir. Ona görə möminlər maşınların yuxarılarda bir yerdə saxlasınlar və aşağıda da saxlayanda ki, indi biri görsən, görür, boşdur, gətirib saxlayır, o deyir, boşdur, saxlayıram. Amma ola bilər ondan sonra gələn oranın boşluğun, doluluğun fikirləşməsin. Bəzidə də öz sürücülüyü ilə hesablayır. Deyirlər, məsələn, mən buradan keçərəm, elə hamıda şofirdir gəlib keçər, o cürə deyir də, indi bəziləri yaxşı bacarmır, bəzisinin maşını biraz böyükdür, orazım yerdə deyir. Hər halda yuxarılarda yer çoxdur da, getdi, Nərman müəllim orada oturub gözləyir, tək başına yazıq, elə o vaxt Leylindən ayrılandan qalıb orada tək, onun yanında saxlayın, qoy elə, ona da qulağı yoldaş olsun. Hər halda biz ki, istəyirik belə ibadət itaət eləyək, bizim o kunu duatən nasibi qeyri əlsinətikum ayəsi ki var, cəmaatı dil üzrən yox, əməl üzrən çağırın, innəkə lə'ələ xuluqin əzim. Allah Teala Həzrət Peyğəmbərə buyurur ki, sən böyük əxlaq sahibisən, bu əxlaq səbəb oldu ki, bu insanları ətrafa yığasan. Yoxsa dünyanın hamısını var dövlətin versəydin, o var dövlətlə insanları ətrafa yığa bilməzdin. O əxlaq, ədəb özü bir məsələdəndir. Həmin elə o dediyim şeylərə də riayət eləmək müsəlmanın, insanın, xüsusən şiənin əxlaqındandır ki, o məsələyə ciddi riayət eləyək. Mən bu qədər lazım bilməsəydim, bu sözü belə uzatmazdım, amma çox əsaslıdır da, yol kəsilir, görsən bir hadisə olar, ondan sonra bizim özümüzə mani olurlar, burada görsən biri gəlir, çağırır, biri orada siqnal verir. Hər halda 5-6 addımdır da, bu məscidə gələndə addımlara da savab yazılır. İndi
bir var pakrışkanın fırlanmağına yazılar, bir də var addımlara. Mümkündür qiyamətin gününə pakrışka gəlməyə, amma ayaqlar gələcəkdir, o daha çox neynəyər? Şəhadət verər, ona görə o məsələyə riayət edin ki, da olmasın sabah ki, cümələrin birində, o yolun başında biz məsələn bir şey qoyaq ki, baxaq, mömindir, buraxmayaq, qeyri-mömin ki, 100 aşağı gedəcək, onu buraxaq, onda da adımıza yazacaqlar ki, da məscidə möminləri buraxmırlar, fasiqləri buraxırlar. Da bilmirlər ki, fasiqlərə yol veririk, möminlərə yol göstəririk. Yol verməklə yol göstərmək fərqlidir. Yol göstərmək həmişə yol verməkdən üstündür. Çünki yol verdin, getdi, hara getdi bilmirsən, amma yol göstərəndə hər halda ona riayət edin, inşallah riayət eləyəyin. O, ta başqalarına da əziyyət eləməyəcək. Mömin sözünün mənası elə odur. Bir şeydir, əlləzinə amənu, iman gətirir. Mömin sözünün, baxsız təfsirinə, tərcüməsinə, müminin birinci mənası, yəni insanlar bunun əlindən amandadırlar. İnsanlar bunun nə hərəkətindən, nə danışığından, nə sözündən, nə baxışından, nə əlindən, nə ayağından, nə maşınından, nə arabasından əziyyət çəkmirlər. Ona deyirlər mümin, yəni əmanda olmaq odur. O mənadadır. Həqiqi də bu cürədir, ha. Mən də bir ara elə bilirdim, bir başqa mənaları var, ancaq birinci mistaqı elə budur. Ki, mümin, yəni bütün insanlar hamısı bundan əmindədir, amandadır. O cürə deyir ki, biz məsələn gedib başqasını döymürük, onlar bizdən əmandadır, fərqi yoxdur. Qardaşlardan biri söhbət edirdi, qəşəng söhbət elədi. Xənnas barəsində danışırdı, həmin o Yüvəsvisi fi sudurin nas, minəl cinnəti və nas, o Xənnas ki, orada vardı. Xənnas müəllimdən danışırdı, deyirdi, o Xənnas şeytanın deyirlər ki, o tövbə ayəsi gələndə o əmələlərindən biri idi ki, adı o cür idi, Vəsvas Xənnas idi adı ki, o tövbənin məsələsini o həll elədi ki, biz belə eləyərik, tövbə təxirə düşər də, məsələn, ta insanlar cəhənnəmə gedərlər. Yoxsa şeytan məyus olmuşdu tövbə ayəsi gələndə insanların cəhənnəmə getməyindən. Neçə yerdə şeytan qışqırıb ki, aləmlərin hamısına səsi çatıb, biri də tövbə ayəsi gələndədir. Bəs o tövbə ayəsində qalmışdı, əlatsız həmin o ifrit dedi ki, belə eləyərik, təxirə salarıq. O mövzuda danışırdı, qəşəng bir dənə elə hamısı qəşəng idi, yadda qalan və deyilməli sözlərdən biri də o idi ki, o Xənnas bir dəfə ifritin, həmin o şeytanın ovliyası olur, dostu olur, balası olur, indi nə dildə deyil, komandasından olur ki, Xənnas, vəsvas ki, insanı daxildən, qəlbində, sinəsində neynir, vəsvəsə eləyir, ondan sonra şəkkə salır, yoldan azdırır, ondan sonra əməldən saxlayır, günaha mürtəkib edir. Bəzən də görürsən, 80 yaşında bir dənə kişidir, oğluna deyir, getməməsi də məsələn. 80 yaşında bir dənə qadındır, məsələn, qızı heç nəvəsinə deyir ki, başı bağlamacına. Ya sizin, məsələn, bu işlərlə nə işiniz var, məsələn, bunu niyə belə eləyirsiniz? O cürə ki, görürsən, gəlir o vəsvasın, Xənnasın, şeytanın rolun bu oynayır ki, şeytana da ehtiyac qalmır. O ki, çox yerdə şeytana ehtiyac qalmaz, bizim bəhslərimizin içərisində çox var. Hədislərimizdə, rivayətlərimizdə ki, şeytana ehtiyac qalmaz. Da Nizami Gəncəvi də deyir, filan kəs hardan keçsə, 3 gün ora şeytan gəlməz. Da bu Şeyx Nizami də deyib bunu. Məlum ki, görürsən, insanlar gəlir bəzən bir yerdə otururlar, bir məqama çatırlar mənfi cəhətdən, bizə nə olur? Şeytana da ehtiyac qalmır. Odur ki, görürsən, hə, məsələn, insan bir dənə əməl eləyir, o əməlin nəticəsi olur əziyyət vermək. Amma elə bilir ki, yox, elə əziyyət vermək hökman durub kimisə döyməkdir. Elə, kimisə, məsələn, başını əzməkdir. Haram iş, yəni kiminsə pulunu əlindən alıb yeməkdir. Haram iş ancaq, məsələn, elə fərz eləyək, kiminsə barəsində qeybət danışmaqdır. Mümkündür, başqa bir formalarda olsun. Molla Nəsrəddin 2 dənə danası var idi, biri açıldı, muxtan getdi. Gəldi, götürdü ağacı, düşdü o muxtakinin, bağlının üstünə sırtdı ağa. Dedilər, əşi, qaçan o, bunu niyə deyirsən? Dedi, siz bunu tanımırsınız, bu açılsa ondan da bərk qaçacaq. Ona görə elə döyüləsi budur. Bəzi adam var ki, məsələn, imkanı yoxdur əziyyət eləməyə, zülm eləməyə, ondan sonra haqq yeməyə, haram iş görməyə. Məcburiyyətdən, Əli Əleyhisselamda Nəhcül Bəlağada xütbələrin birində deyir ki, məcburiyyətdən bunlar zülm eləmirlər. Hətta bəziləri ki, Həzrət o xütbədə buyurur, deyir ki, bəziləri də məcburiyyətdən
məcburiyyətdən ibadət edirlər. Day buna yaraşmır, saçına, saqqalına, adına, familiyasına sən namaz qılmamaq yaraşmır, ondan ibadət eləməmək yaraşmır. Ondan sonra buna deyirlər ki, sənin belə pulun var, niyə getmirsən həccə? Görür, dəng olmuşam, deyirlər ki, cəhənnəm 200 dəfə Truska versə getmişəm, bir dəfə də Məkkəyə gedim, qayıdım gəlim də ki, cəmaat day məndən neynəsin? Əl çəksin. Elə deyir, yoxsa məsələn, bir dənə adam ki, fərz eləyək, durub, həcc vaxtı həccə gedə, sonra gələ, məsələn, Xanım Zəhranın şəhadət günündə, məbilim, zurna ilə, balabanla nə iş görə, onun həccə getməyinin bir faydası yoxdur. Həcc məna tapıb Xanım Zəhranın adı ilə, məna tapıb Əhl-i Beytin adı ilə, məna tapıb Peyğəmbərin adı ilə də onun özünə, adına, dininə, sözünə ehtiram eləməyəndən sonra bu nə həcdir, nə Kərbəladır, nə Məşəddir. Sadəcə görürlər, hamı gedir, bu da gedir. Hamı eləyir, bu da eləyir. Hamı məsələn deyir, bu da deyir. Baxır görür, hamı bir dənə elə kasıb, bu da bir dənə toyuq kəsdi, tökdü, bir dənə sup pişirdi, içinə də bir dügüdən, göcərtidən doğradı, bir 5 nəfəri çağırdı, ehsan verdi. Bu da görürsən, da görür ki, aləm məni söyür də, bu evi yıxılan kasıblar, rahaxı sən get, toyu aləlik qınayır da. Bir dənə toyuğu var filancasın, kəsdi onu da ehsan verdi, özü adından ölür, bala. Əzən onun balasının qaydına qalma, öz qaydına qalma. Özün ölürsən, məcbur olacaqsan, sən də bir ehsan verəcəksən, bu dedikodudan qutarmaqdan ötəri, ona görə narazısın. Və elə tarix bu ehsan verənlər elə tikələrin udum evlər götürüb ehsan veriblər. Elə baxsız, milyondan ehsan verən, 10 mindən ehsan verən, 100 mindən ehsan verən tək-tək tapılar. Elə görürsən ki, 2 gün ac qalır, ya 2 gün yavan yeyir, yığır üst-üstə bir dənə yağlı eləyir, bir ehsan verir İmam ehsanı yənəsi. Elə tarix boyu, o tarixin o hissəsini yaşadanlar bunlar olub. Elə o da ixlaslı olduğuna görə, halaldan olduğuna görə, pakdan olduğuna görə görürsən bir dənə qanun kimi. İndi bizim Azərbaycanın bəzi yerlərində aşura keçirdi, ehsan vermə, gör başı onu oynatırlar. İndi nəyə bunun aşura oldu? Yəni İmam Hüseynə ehsan da vermədik. Özə yemək, içmək davası da deyir, ha. O bir növ mədəniyyətdir, o bir növ qanundur, o bir növ əqidədir o pul. Cəmaat sıxışdıra bilmir özünə, dədəsi öləndə ehsan versin, amma İmam Hüseyin əleyhissalamın şəhadət günündə ehsan verməsin. İndi kimsə hansı tərəfdənsə baxır, qələt edir, o baxa bilmir ki, o adam deyil. Amma həqiqəti bu cürədir. Tarix boyda bu cür olub. Ona görə də məsələn, Ayətullah bir cür deyirlər, Şah Aşuranı qadağan elədi, eşitmişsiniz bunu dəfələrlə. Deyir ki, dədə özə ehsan verməyi də qadağan eləməyib ki. Gedin deyin, dədəmin ölən günüdür. Bir dənə bozbaş qazanasın, cəmaat yığışsın orada, yesin, geçsin o cürə. Və müddətlərlə o cürə saxlayıblar. Ona görə yaşayır, ixlasla yaşayır. Hər halda sözüm bundadır ki, bu əziyyət vermək, əzab vermək, ondan sonra çətinliyə salmaq, zülm eləmək, elə tək o böyük zalimlar biz görürük, o deyir. Qiyamətin günündə əynə əvanuz zələmə deyəndə, əynə zələməti və əvanəhum deyəndə zalimlar gəlsin, köməkçilər gəlsin. Deyir, hətta bir nəfər zalim üçün, nə bilim, zalim oturub başda, bu da ucqar bir kəndin birində buğda əkiblər, ondan sonra biçiblər, kisiyə yığıblar, bu da gəlib onun ağzını tikib məsələn. Onu da gətirib qiyamətin günündə saxlayacaq. Bəs ona əsasən bir insan söz danışa, söz deyə, hərəkət eləyə, təbəssüm eləyə, qaşqabaq dökə, ağlaya, gülə, bunun hansı forması zalimə xidmət hesab eləmək olsa, qiyamətin günündə zalimdan bir cərgə edənəcək. Başqasının haqqını qəsb eləmək hansı bir formada olursa, istər sözlə olsun, istər işarə ilə olsun, istər özün deyanasan, istər maşının deyana, istər evi tikəsən, qonşunun məsələn evi qala, işıqsız məsələn, susuz, günəşsiz, nə bilim, istisiz, soyuqsuz, fərq eləmir, ya da uçurdasan onun, fərq eləmir, nəticədə zülümdür. Həzrəti İbrahim Allahdan soruşanda ki, Allah zalim kimdir? Bir saniyə bütə sitayiş edir, bir saniyə ha. Bəs bütə sitayiş eləmək cəhətindən bir saniyə 50 il fərq eləmir o babətdən. Düzdür 50 il sitayiş eləyənin cəhənnəmi daha çox əzab olacaq. Amma sırf cəhənnəmə girməkdə o fərq eləmir. Elə deyil. Bir dənə nəcis anbardır. Girib orada 5 saat qalmaqla batıb çıxmaqda heç fərq yoxdur. Hər iki halda üstün nəcislənir, nəcislənmir. İnsanın ruhunu Allah yaradıb, Allaha ibadət eləməkdən ötürü tohid əhli yaradıb, tohidi onun fitrətində qoyub. O ruh bulaşdı, indi bir saniyə çəksin onun bulaşması, 20 il çəksin, fərq eləmir.
Allah insanın fitrətində bütə məhəbbət, şirkə məhəbbət qoymayıb. Əslən, keçən dəfələrin birində də dedi, Həzrəti İdrisin vaxtına qədər yer üzündə mələklər gəlib insanlarla dostluq edirdi. Məsələn, Həsən, Hüseyin, Əli, Vəli, orada da mələklər cürbəcür adlarla gəlib, bunlarla dostluq edirdi, gəzirdilər yer üzündə, dolanırdılar, söhbət edirdilər, vaxt keçirdilər, qayıdıb olar evlərinə, bunlar da evlərinə. Amma Həzrəti İdrisin vaxtındakı yer üzündə ilk dəfə bütpərəstliyin bir növrəsi qoyuldu, yer üzünə mələklərin gəlməyi tamamən kəs oldu, tək o məmur mələklərin, başqa ki də onlar Allahın əmri ilə gəlir. Niyə gəlmirsə deyir, yer üzü müqəddəsliyin itirdi, yer təqəddüsün itirdi, yer üzü çirkləndi, paçlığın itirdi. Nə ilə? Bir dənə evdə, iki dənə evdə büt düzəldi, qoyuldu, başladı bütə sitayiş olmağına. O yer üzü müqəddəsliyin itirən bu müdüzit bir vaxt gəldi ki, 360 dənə Allahın evində, Allah ünvanında büt qoydular. Allahın evində, Allah ünvanında, Pərverdigar ünvanında, Rəbb ünvanında 360 dənə Allah yaratdılar, düzəltdilər, qoydular. Amma kötücü bir nəfərin bütpərəstliyindən başlamışdı. 2 nəfərin bütpərəstliyindən başlamışdı. Elə bütün məsələlərində hamısı o cürə gəlir. İnsan bir addımın atanda riayət eləmir, ayağımın altında nə qalır? Sabah maşının sırında riayət eləmir, birisi gündə stolun altında kim qalır, vəzifəsinin altında kim qalır, nə qədər qan tökülür, nə qədər ev yıxılır, nə qədər arvad dul qalır, nə qədər uşaq yetim qalır. Kötücü hardan başladı? Kötücü həmin o ayağın qoyanda bilmə, baxmadı ki, birdən ayağımın altında qarışqa qalar. Qarışqa da qoy qalsın da mən neyim? Sənə demirlər ki, qarışqaya görə sən tapdama özü at qoyub. Bax, gör bu yana yeri varsa qoy. Yoxdursa ev yox. Babalı sənin boynuna qarışqaların, qoy qarışqanın üstünə. Amma sən ki, bir günlər görürsən bu qədər yer qalıb, elə əqva aparıb o qarışqanın üstünə qoysan, sabah adamın da üstünə qoyatsan. Sabah Quranın da üstünə qoyatsan, dinin də üstünə qoyatsan. Tapdayatsan Allahın hüdudların gələtsən, çıxatsan bugünkü vəziyyətə. Onu yavaş-yavaş. Ki, necə həmin o hədisi ki, məşhur hədisi bilirsiniz, Səhrada Həzrəti Peyğəmbər dedi ki, odun yığıncaq. Dedi, ya Rəsulallah, Ərəbistanın çölü, odun nə gəzir burada? Vaxt gözü, hər tərəfdə qumdur, təkdə çöpdə qalır. Dedi, hələ siz fırlanın. Fırlanlar hərə bir ovuc, hərə bir qucaq gəldi, yığışdı, böyük bir tonqal oldu. Həzrət vurdu ki, və hakəza təstəm zunub. Belə günahlar da, ay əshabına dedi, günahlar da belə olur, ha. Günahlar da belə cəm olur, belə toplaşır, zərrə-zərrə. Kimdir birdən-birə cəhənnəm əhli olan? Heç birdən-birə bir adam bilmədən cəhənnəm əhli də olmaz o. Yavaş-yavaş, buradan başlayır məsələlərin hamısı. İnsan bir dənə varlıqdır, çox qiymətli, yüksək, Allah onun kimsin yaratmayıb, Allah yanında saxladığı mələkdir, insana xidmətli yaradıb. Bütün Allahın suyu, işığı, günəşi, bu boyda kainatı Allah insan üçün yaradıb. Allahın bundan sonra dediklərinə əsasən başqa məxluq yaratmaq fikri yoxdur. Bundan da yaxşı məxluq yaratmaq fikri yoxdur. Yəni biz Allahın fikrin Qurana əsasən, onun dostlarının dediyinə, yanından gələnlərin dediyinə əsasən deyirik, elə deyir. O ki, Allah axırın kitabı, axırın Peyğəmbər ünvanında bizə Quran və Peyğəmbər göndərib, bunların heç biri bizə demir ki, Allah sizdən şərafətli bir məxluq yaradacaq və sizdən ayrı bir təzə millət yaradacaq. Bunların hamısı deyir ki, axırıncı ümmət sizsiniz və axırıncı kitab bu kitabdır, axırıncı Peyğəmbər də budur və qiyamət sizlə nə olacaq? Siz qiyamətə çatacaqsınız, qiyamət sizlə bərpa olacaq və sizdən qabaqçılarla bərpa olacaq. Sizdən sonraki yoxdur. Bunu Allah deyir, Peyğəmbər deyir, Quran deyir, gözəlliyi də, yaxşılığı da, üstünlüyü də, hamısını bunlarını Allah sayır və bunu belə çıxır ki, bütün məxluqatın hamısından qiymətlisi insandır. Allahın hədəfi canavarı da, ondan sonra ayını da, nə bilim, dəvəni də, fili də, qoyunu da, inəyi də, qarışqanı da, hamısını yaratmaqda insana görə yaradıb. Çünki başqa hədəfi yoxdur Allahın. Allahın bir dənə hədəfi var, xilqət aləmindən insanı kamilliyə çatdırmaq. Kamilliyə də çatan insandır. Bəs insanın kamilliyə çatmağından ötürü nə lazımdırsa yaradıb. İndi ağcaqanad qarışqa da nə üçün? Əgər insanın kəmalında, insanın həyatında onların bir rolu yox imişsə, Allah onu niyə yaradıb? Onu ki, kamala çatdırmaq istəmirdi. Hələ bu ayrı bəhsdə işimiz yoxdur. Nəticə sözümü istəyirəm deyəm ki, insan ən qiymətlisidir.
Allah bu boyda kainatı da neyib? İnsandan ötürü yaradıb. Bu boyda kainatı insandan ötürü yaradıb. Bilirsiniz Allah nə boyda kainat yaradıb? Bizim buradan günəşə olan məsafəmiz bilirsiniz nə qədədir? Hətta önlər mən bir kitab mütaliə edirdim. 20 trilyon işıq ili nəm hansı planetdir? Jüpiter idi, nəm nə idi? Adı yadımda deyir. 20 trilyon işıq sürəti ilə, mil. Bu neyini Allah Teala bu boyda ev eşici? Elə deyir. Birinə deyir, məsələn, bu Bakının küçələrində bir dənə ev var idi, mənə göstərdilər. Xoşuna gəlməmişdi, söküb, satıb, gedib başqa yerdə biraz uzuzlu torpaq alıb, onunla biraz da böyücün tikmək istəyirdi. Dedilər, bir arvaddır, bir kişi. Neçə dənə otağı var? 50 dənə otağı. Yenə 40 dənə otağı desəyirlər, deyərdi, Züleyxanın, Yusufun, nəsə burada bir işi var, 50 dənə otağı. Niyə bilmirəm? Özdə bir arvaddır, bir kişi. Hələ onu da bəyənməmişdi, satmışdı, söküb, gedib başqasını tikirdi. Ona deyərlər, ay balam, neyinirsən, 2 nəfərsiz, 2 otağız olsun. İndi 4 dənə olsun ki, birdən savaşsız, ərarvatsız, arozda bir 2 dənə otaq, məsafə çox olsun məsələn. Olur da, indi bu cəmiyyətdə arada, gündə 2 dəfə, 3 dəfə görürsən, savaşır kişi arvadla. Belə-belə, da 50 dənəni neyinirsən? İndi o adam sənin üçün dəlil gətirir, subut gətirir. Buna əsasən, mən 50 dənə otaq tikmişəm özümə. Baxırsan, görürsən, düz deyir də. Bu kişinin biz qeybətini eləmişik. Dalıcan danışmışıq. Qədim kişilər demişəm, babalın yumuşuq. Günahından azaltmışıq. Bu ilə bu ehtiyac imiş. Allahın ki, yaratdığı planetin, orbitin biri ilə o birisinin arasında 20 trilyon, 20 trilyon deməyəcək, elə deyək, 20 il işıq ili ilə məsafə var. Allah bunu bu boyda düzəldibsə, deməli, Allah həkimdir, hikmət sahibidir. Bunu əbəs yerə düzəltməyib. Bunun faydası var, bunun lazımlıdır ki, düzəldib. Allahın da yer üzündə insandan, səndən, məndən başqa bir hədəfi olmayıb. Pəs bu boyda dünyanı da deməli sənə, mənə görə yaradıb. Səndən, məndən nə istəyib Allah? 3-4 rəkat namazla, 1-2 gün oruc, nə bilim, belə əyağı düz qoy, gözü düz bax, qulağı hər yerə soxmacına, biri də bir şey soxar qulağı, qalarsan belə. Hər yerə adam qulağını soxmaz ki. Burnun deyirdilər, hər yerə burnunu soxma, burnundan məqsəd yəni başı soxma da. Bütün o ibarətlər bəzən kinayə ilə işlənər də. Füzuli deyir, dəhənin dərdimə dərman dedilər cananın. Bildilər dərdimi yoxdur dedilər dərmanın. Dəhənin, ağzın. Ağzın neyinir bu cananın? Ağızdan başqa vücud. Ağızdan məqsəd yəni vücuddur. Vücudun neyinir? Leylinin ağzını kəsib gətirib verirlər Məcnuna, neyinir? Protez düzəldəcəkdi ağzından. Ona vücudu lazım idi Məcnunun. O kinayədir, məsələn, bəzən deyir, səri quyunda, gecə-gündüz səri quyunda dolanmaqdır işim. Yəni vücud. Misalları çoxdur, işim yoxdur, istəyirəm, keçəm o. Orada da burnunu soxma, yəni başı, yəni özü hər yerə gəldi, burnunun içərisində qulağı da var, göz də var da, yerində olmayanda, baxın, gelsən, fərz eləcəkən, biri deyir ki, əyağımı tapdadın, deyir, sənin mənim əyağımın altında nə gəzirdi ki, tapdıyam, düz də deyir. Düz də deyir. Məsələn, biz oturanda normal otursa bizim əyağımızı çox təsadüfən tapdarlar da. Adam normal olsa, yerində olsa, indi görsən biri özü oturub burada, ayağı metrə yarım o yanda. Maşallah da ki, nə var elə ayağının uzunluğuna verib. İndi biri də gəlib oradan keçində bunun ayağını tapdıyır, o tapdayan günahkar olur. Day demir ki, axı bu dünya ölkəsinin qanunu deyirdi ki, elə körpünün üstündə də biri 20 gedəndə bir dənə adamı vurur, tuturlar onu, basırlar da, amma sən adam vurmuşsan. Bu neçə dənə qanundan ziddir. Əvvəla bu sürəti ilə düz gedir. İkinci, burada adam olmamalıdır. Üçüncü, heç burada adam getməyə zapasnoy da yeri yoxdur ki, məsələn, pajarını suluçu adam getməyə, o da yoxdur. Dördüncü ki, bu yolun ortasında özə körpünün üstünə gəzir. O rəhmətli ki, Sovet hökumətinin vaxtında yadızladı, qəbirə iş oxumaq var idi. Qəbirə iş oxuyurdular. Mənim yadıma gəlir, görmüşəm də, yığışdılar, gəldilər, durdular başının üstündə məhkəmə, oxudu 5 il iş, çıxdı, getdi. Sovet hökumətinin vaxtında var idi. Günahkar o idi. İndi günahkar bunu da neyinirlər? Tuturmuyor. Axı onun orada nə gəzirdi? Sənin ayağın orada nə gəzir ki, mən sənin ayağı tapdıyam. Biz yerimizdə döyürük, bu cürü oluruq. Bu vəziyyətə düşürük. Sonra da günahkar, günahsız hamısı neyinir? Qarışır dəyər bir-birinə. Hər halda Allah bu boyda kainatın hamısını bizə görə yaradıb.
Bu qədər zəhməti çəkib Allah Teala bizə görə, bizdən də çox az şey istəyir. İnsanın boynunda olan vəzifələrin kompleksi insanın risalətidir. Kompleks, risalətdir. Bax, bir dənə süfrə açırsan, gedib deyirsən evdə, deyirsən, qəşəng bir dənə süfrə açmışdı. Arada mən yeməkdən, yatdan da misal vururam, deyirlər ki, elə tey yeməkdən misal vurur da neyini? Mən loğman deyirəm ki, hikmətdən, fəlsəfədən misal vururam. Elə biz o süfrənin qırağında böyücümüşük, misalımız da hamısı ondan olacaq. Qəşəng deyir, bir süfrə açmış, day demir filan cürə salatı vardır. Düz deyindi, soruşurlar ya, bəzən adam var, deyir bir dənə onları. Amma mənası budur ki, qəşəng bir süfrə açmışdı. Qəşəng o süfrə ibarət idi müxtəlif cür yeməklikdən. Allah Teala bizim üçün qəşəng süfrə açıb heç. Bilirsiniz necədir? Bir insan çox nankördür, çox zalimdir və çox da qədrin bilməzdir. Bəzən insan o qədər qəflət eləyir. Hətta ondan ki, istənilən var ha, o istənilən özü belə ona qiymət verməkdir, onu da hətta başa düşmür. Babi var, məsələn, gəlmişsən, sən mənim qabağıma yemək qoymusan, dadlı yemək, bu bir qiymətdir. Bir də var, sən məsələn məni bir məclisə dəvət eləmişən ki, orada məndən söhbət istəyirsən, bu ikinci qiymətdir. Elə deyil. Məsələn, 2 dənə molla, mən, sən, çağırıblar bizi ikimizi məclisə fərz eləyəcək. İndi nəyə görəsən, mənə söz veriblər, sənə verməyiblər, ya sənə söz veriblər, mənə verməyiblər. İndi o başqa səbəbləri ola bilər, hikmətləri ola bilər, nələrisə ola bilər, nələrisə ola bilər. Onların hamısını çıxandan sonra adi hala qalanda sənə artıq qiymət veriblər də məndən, çünki sənə söz veriblər. Amma indi sən də durub tezdən axşama qədər deyinirsən. İşte mənə çağırırlar, məclisə söz verir. Adı səni adam yerinə qoyublar da, elə deyir. Allah bizdən namaz istəyəndə bizə, bilirsən neyini? Qiymət verib bizdən namaz istəyib. Oruc istəyəndə bizə qiymət verib bizdən oruc istəyib. Allah eləyə bilərdi ki, elə bizdən də heç nə istəməsin. İnsan, ağıllı insan, dərrakəli insan olsaydı Allah'a etiraz edirdi. Allah mənə niyə qoyundan bərabər eləmirsən? Birinin dəvəsi ölürdü, biri ölürdü, dəvəsindən çağırdı, dedi ki, səndən halallaşaq. Dedi, nə halal eləyəcəksən? Mənə nə demişsən eləmişəm də bu əyri boynumdan. Deyir, onda sən məni halal et. Dedi, nə eləmişsən? Artıq yük vurmuşsan, tonajdan artıq. Ondan sonra, nə bilim, yanacağımı düz vurmamışsan. Ondan sonra yeməyimi düz verməmişsən. Suyumu vaxtında verməmişsən. Qışda, çöldə, soyuqda bağlamışsan. Yayda, istidə, günün altında bağlamışsan. Nə bilim, artıq çapmışsan. Nə zülümlər eləmişsən. Hamısı xoş halalım. Amma bir dənə onu halal eləməyəcəm. Dedi, nədir o? Dedi, yadındadır. Yükün çox idi, yarısını mənim üstümə vurdun, yarısını da uzun qulağın üstünə vurdun. İpimizdən tutub aparırdın ikimizin də. Amma gəldi bir yol daraldı, oradan keçməkdə birimiz keçə biləcəkdik də, ikimiz keçə bilməyəcəkdik. Yəni, yol dar idi. Qabaqda birimiz getməkdir, dalda birimiz. Sən də heç birimizin ipin bıraxa, heyvanın ipin bıraxmaq olmaz axı. Ona görə çox olur da heyvanın, məsələn, birinin ipin bağlayırsan o birisinin quyruğuna, o birisinin qabağından tutub gedirsən də üzayına. Belə çox olur, adi haldır. Amma qeyri-adisi bu idi ki, bu rəhmətlik, hələ rəhmətlik olmayıb, can verir. O, eşşəyi dəvənin quyruğuna bağlamaq əvəzinə adətən pirseplər maşınlardan balaca olur da, maşının özündən böyük pirsep, o qanundan da düz deyirdi. Yəni, şofirici də yox imiş bu bədbəxtdir. Eşşəyi dəvənin quyruğuna bağlamaq əvəzinə dəvəni bağladı eşşəyin quyruğuna. Eşşəyin də ipindən tutdu, başladı, çəkdi, köşdü oradan, təzədən açdı, yenə yoluna davam elədi. Bu adam, o dəvə. Dəvənin yadında qalıb adamdır da, adam belədir, elə nankördür. Nə qədər fikirləşdi, yadına düşmədi, dəvə öz dediyi, yadındadır, mənim ipimi bağladın uzun qulağına, quyruğuna, onu sənə halal eləməyəcəm. Onu sənə bağışlamayacam. İnanın Allaha, bəzən bizdən istənilən ibadət, itaətlər, filanlar, yatlar var ha. Əgər Allah onu bizdən istəməsəydi, eyni o misal kimi idi. Adam deyərdi, Allah, mən qoyun dördüm ki, məndən də bir şey istə də. O cəmaat deyər, ha, şimdi mənə də bir söz deyin də, bir kör qız deyirəm ki, elə ki, yəni mənim də əlimlə bir iş gəlir. Allah mənə bir təklif niyə vermədin? Heç olmasa bu arıya demişdin, get balyıq gətir ver cəmaata. Mənə də baldan yatdan deydin də. İnəyə demişdin, yedin süd ver məsələn. Allah Qur'anda
arıya deyir, bal arısına deyir, uhiyə Rəbbukə ilə nəhəli, sənin Allahın bal arısına neynədir? Vəhy elədi. Çünki bal arısının həm işi çox belə yüksək səviyyədədir, həm gözə dəyimlidir, həm də arının özünün belə əcib qərib işləri çoxdur, təəccüblü, maraqlı, ondan sonra ağla sığmaz ki, insan ona baxır, təəccüb edir. Keçən dəfə dedim, ondan keçən dəfə də danışdıq deyəsən ki, o Füzulinin şeirini də deyəsən dedim, heç kimin yadında deyir. Gün döyür. Ki arının işi, məsələn, biri budur ki, arıçılar deyir, arı getdi, o gülü dərdi, gəldi ki, qaytardı, getdi ki, yolun çertiyojunu çəkir, o biri arılara göstərir. Biri budur məsələn. Və bunun kimi çoxdur məsələsi, ondan sonra işi, gücü, işim yoxdur. Arıdan soruşur Həzrəti Süleyman, Həzrəti Peyğəmbər, bütün heyvanlar yeyir, nəcis ifraz eləyir. Sən niyə yeyib bal ifraz eləyirsən? Deyir, ya Rəsulallah, biz hər dəfə yeyəndə sənin Peyğəmbərin, sən Peyğəmbərin özüvə və əhl-i beytə bir dənə salavat zikr eləyirik, bizim o yediyimiz bala çevrilir. Təəccüblüdür, təəccüblüdür. Amma insan görürsən, hesablasın 20 ildə 20 ton ət yiyib, hələ nə başlayanda bir dəfə Bismillah deməyib, nə də qutaranda bir dənə Əlhəmdülillah deməyib. Və o ki, insanlar gəlib o bitkə çörəklə yüksək məqamlara yetişiblər, onlar da o bitkəni yeyəndə o Peyğəmbərin, əhl-i beytinin haqqını veriblər, odur ki, gəlirsə dünyanı bala çeviriblər, ətrafların bala çeviriblər. Özlərin bala çevirirlər. Arının balı nədir? Bitkə bir qaşıq yedin, qutardı. Yenə sən onu zay eləyirsən. Elə deyil? Yenə sən onu nədirsə çevirirsən də, bir hissəsin. Amma baxın, gör özün bala çevirənlər, məsələn, kim məsələn Ayətullah Behcət ola bilər, ya onu nəsə bir başqa tərəfə yönəldə bilər, ya ondan sui-istifadə edə bilər, ya onun məsələn elədiklərinə bir nöqsan gətirə bilər. İnsan da ondan əcibdir. Sadəcə insan qafildir, qəflətdədir. Allah onlardan misal vurur və arını da o cəhətdən misal vurur. Amma elə başqa heyvanların da hamısını Allah Taala vəhy eləyib. Birinə məsələn də indi qulağına deyilib, birinə bir başqa cürə deyilib. Ən azı Allah Taala bir dənə proqram yazıb onun beynində qoyub, acdun yeməlisən, süd sağanda dayanmalısan. İnəyi bir yerdə saxlamaq olur? Yox. Elə ki, gedirsən altına sağmağa dayanır. Gedirsən sağmaq altında dayanır. Bir dənə adam deyəcəklə ki, məsələn, ona bir şey öyrətcəklə, o səhv eləməsin orada. Bu inək 20 qarın doğdu, elə belə vaxt, nə vaxt geçsən onu sağmağa təpiki vurur adamın ağzına. Amma elə ki, doğdu, süd verəsi oldu, gedirsən altına, adam balası kimi dayanır, sağıb çıxıb gəlirsən bu yana. Allah da biz bilirsiniz də heyvan balası əmməsə süd buraxmır. Bizdə ona eyimək deyərlər. Eyid inəyi deyərlər, eyid. Balasını at, biraz əmsin, ondan sonra balasının atması sağmaq olmur. İndi bu Bakıda saxlanan inəklərə baxma. Bunlar hamısı şeydir, bu dönər kimi, yat kimi, inamarkadır. Ona görə elə süd öz-özündən axıb gedir. Həqiqətən baxır, inəklər görürsən ki, nə bilim, biri dəvə quşun tutdu, dedilər bu nədir? Quşdur. Dedi, bunun harası quşdur? Üst abarota kəsdi əyağım, quş gəldi, qarnı yerə dəyəndən sonra dedi, hə, bu quşdur. İndi gəldi quş həddinə. O boyda inək olmaz ki. Nəy, orada nəməsinə palyak çalıyıb, gətiriblər, o yeriyə də südü tökülür yerə. Amma əsl heyvan ki, o cins heyvanlar var, dədəsi, nənəsi, nənəli heyvanlar var, əsl nəcabətdir. Onların gəlib balasını atılsan, altına əmsin biraz, sonra süd buraxmır. Bilirsiniz niyə acı? Çünki Allah bilir bu insan nə qədər zalimdir. Sağacaq hamısın, o daniyə süd saxlamayacaq. And ola Allaha. Sağacaq hamısını daniyə süd saxlamayacaq. Biraz ac oyanda özümüzdən sonra gələni neynirik, nəzərə alırıq. Elə gözü tutsamayana qazandan çəkirsən. Yiyəndən sonra deyəsən acmışdın, mən yaxşı baxmadım, sənə az qalıb. Yalancıya az zəhər yiyəsən. Sən görmürdün az qalıb. Onda qalmışdı biz dilsiz, ağızsız daniyə süd saxlayaq. Vəziyyət ağır, qardaş. Sütün də litri gedir 1 manata. Elədir, sigaret də yoxdur, neynəməlisən? O birisiləri düzəl, ora görə dananın payından kəsəcəksən, laf hörmət eləsən, sigaretə verəcəksən. Ona görə də Allah qoymayıb insana,
gedib öz başını elə istədiyi vaxt o inəyin deyir ki, gərək o inəyə də o cürə vəhiy eləyib. İnəyə də o cürə göstəriş verir. Əvvəl özünkünə ver, ondan sonra o birisinə ver. Bax, bunların hamısı deməkdə məqsədim budur ki, kompleks hərənin özünə görə bir işi var, gücü var. İnsanın da, adamın da özünə görə namazı var, orucu var, ondan sonra xumsu var, zəkatı var, əmri bi məruf var, nəhyəz münkəri var, yolla getməyi var, salam verməyi var, salam ayırmağı var, toy eləməyi var, yas eləməyi var. Bunların hamısı insanın vəzifəsidir. Kompleks şəkildə bir də risalətdir bu. Ki, insan hamının risaləti var. Hamının ağlı var. O əqil özü bir dənə hədislərimizdə var, Peyğəmbər ünvanındadır. Keçən dəfələrdə demişdim. Pəs, əgər Peyğəmbərlikdən məndə varsa, deməli, risalət də var da, boynuma da vəzifə düşür. Fərdi və ictimai vəzifələr. Fərdi vəzifələr özünü düzəltmək, ictimai vəzifələr cəmiyyəti düzəltmək. O bir dənə risalətdir. Özün düzəlməsən, cəmiyyəti düzəldə bilməyəcəksən, çünki o şey ki, adamın özündə yoxdur, başqasını ondan verə bilməz. Bu bir. Plus da ki, əgər sən bu cəmiyyətin üzvüsənsə, özün düzəlməyibsənsə, məsələn, özün gəlib girəndə hamının ayağını tapdaya gedirsən, başqasını heç vaxt deyə bilməzsən ki, ay canım, keçəndə cəmaatın ayağını tapdamın, məsələn. Ya başqasına deyənməzsən, oturanda ayağı bu qədər uzatma ki, cəmaata dəyib yıxılmasın, məsələn. Gərək özün düzələsən. Özün namaz qılasan, özün oruç tutasan, özün o əxlaqa sahib olasan, ondan sonra da cəmiyyət düzələr. Bizim boynumuzda cəmiyyətə nisbət, özümüzə nisbət 2 dənə vəzifə var. Bir vəzifə budur ki, biz bu əməllər bizə vacibdir, eləyək, özümüz kamilliyə yetişək. İkinci vəzifədə də cəmiyyətin müqabilindədir. Çünki biz kamilliyə yetişməsək, cəmiyyətimiz kamilliyə yetişməyəcək. Niyə? Çünki cəmiyyətin bir üzvü mənəm də, maşının təkərinin biri partladı da yeri yormaz ki. Cəmiyyət nöqsanında. Ola bilər cəmiyyətin içərisində tək-tək adamlar kamala çata. Amma cəmiyyət formasında kamala çata bilməyəcək. Bizim ənbiyamızın, ovliyamızın, əyimməmizin də hamısının məqsədi cəmiyyəti kamala çatdırmaqdır. Tək-tək fərdə qalanda İmam Zaman elə gələrdi, gündə 5 nəfəri neynərdi? Hidayət elərdi, kamala çatdırardı, elə necə ki, eləyir qeybət dövründə. O cürə, ondan da zuhuruna ehtiyac qalmazdı. Məlum, nə heç qeybətinə ehtiyac olmazdı. Elə laldıməz tanınmadan gələrdi, bu cürə hidayət eləyərdi, çatdırardı. Əsas məsələ cəmiyyətdir. Baxsız, imamət vəzifəsinin də ki, nübüvvətdən də, risalətdən də üstündür, üstünlüyü də ictimai rəhbərdir, siyasi rəhbərdir. İnsanların dünya və axirətlərinin idarəçiliyinin başında dayanır, ona görədir. Ki, Allah Teala Həzrəti İbrahimi ota atmaqla imtihan elədi, malım dövlətin almaqla imtihan elədi, İsmailin başını kəsməklə imtihan elədi, nəylə imtihan eləyəndən sonra Həzrəti İbrahim Babilistandan hicrət elədi, getdi Fələstinə, dəstə yığdı, adam topladı, başında bir cəmiyyət oldu. O iqtidara yetişəndə Allah buyurdu ki, inni cəalikə linnasi imama. İndi də imam oldun. Allah neyini? Neyini etsən? Hökuməti qur, polisi ayır, milisi ayır, idarə təşkil elə, qazı qoy, ondan sonra cəmaata nəzarət elə, cəmaat üçün şərait yarat, təxəllüf eləyəni vur, düz yoldan gedəni təşviq elə bu cürə. Onda dediyimdə cəalikə linnasi imama. Mən indi səni imam qərar verdim. Cəmaat elə baxır, deyir ki, imam, elə biz məsələn imam deyirik, elə hədə ağlayıb, məsələn, bozbaş yeməyə biz üçün şərait yaradıb ona görə. Bilmir, başa düşmür o bədbəxt, qanmıraq o nədir. Heç qanmayacaq da, bilməyəcək də. Heç bilməyə də məsləhət deyir. Adam bəzi şey, hər şeyə elə hər adam bilməz ki. Elə deyir ki, elə bilmək də, elə belə sudur götürür, o cürə deyir. O bilməyə də ləyaqət lazımdır. Allah Teala, baxın, nə qədər yerlərdə bizim rivayətlərimiz, adımız var ki, Allah o ləyaqəti olana verir o elmi, ləyaqəti olana verir o payı, ləyaqəti olana verir o vəzifəni. Hətta bəzi maddi neymətlərin içərisində də bəziləri, hamısı yox. Görürsən, birinin qabağını doldurum. Elə yiyəndə ağzının bu tərəfindən də tökülür, o biri tərəfindən tökülür, nə qədər də qalır elə orada. O bəzi naşı usta mala çəkəndə divardan çox yerə tökür, sonra da qalır hamısı orada. Elə yeməyə onun qabağında elə qalır. Onunla işimiz yoxdur. Hətta bəzi, Allah Həzrəti Meyraz gecəsində almanı kimə verdi yeməyə? Həzrəti Peyğəmbərə. Elə deyil. Ayşə də etiraz edirdi, bu qızı niyə bu qədər öpürsən?
Onu da bilirsiniz də. Həzrət Peyğəmbər də dedi ki, Meyrac gecəsində Allah mənə bir dənə alma verdi, yedim. O almanın iyi bu qızdan gəlir, ona görə çox öpürəm. 1000 dəfə demişdi, 1000 dəfədə Peyğəmbər 1000 cürə cavab vermişdi. Biri də bu idi. Və soruşmağa heç yeri yox idi. Bir dənə bu qalırdı ki, pəs demə etiraz edirdi Peyğəmbərə. Bir var soruşam ki, niyə məsələn bunu belə edirsən? Ki, hikmətin biləm, mən də ona əməl edirəm. Bir də var da bu hikməti öyrənməkdən keçmişdi. Bu etiraz idi. Bu etiraz idi. Həzrət Peyğəmbər də hər dəfə bir dənə cavab verirdi, özdə nəticəsiz qalırdı. Cavabdan da ibrət götürmürdülər. Məlum, hər dəfə. Əli əleyhissalam baxın, Nəhcül Bəlağada bir dəstə adam var idi Əli əleyhissalam başında. Küfə cəmaati, ətraf cəmaati idi də, Həzrəti Əli onlarla 4 il oturduduqdur. Baxıb görsən ki, onlara hər cürə Həzrət muizə eləyir. Onlara danışır da. Mənası budur ki, bu çatışmamazlığın hamısı bunların içində var imiş. Yaxşıdır da hər cürəsini deyib, əl çəkdi adam oldu. Görürsən, o muizədə Həzrəti Peyğəmbər yetişdirdi o cürə, Həzrəti Əli əleyhissalam yetişdirdi o cürə, İmam Həsən əleyhissalam yetişdirdi o cürə. Axır o qədər zəhmətlərin içərisində 72 nəfər gəldi, çıxdı İmam Hüseyin ətrafına ki, İmam Hüseyin əleyhissalam dedi, and olsun Allaha, nə Peyğəmbərin başında var idi sizdən, nə Əlinin başında, nə İmam Həsən əleyhissalamın sizin kimi dost və səhabə yox idi. Onların yetişdirmələri, onların zəhmətinin davamı idi. Gəldi İmam Hüseyin əleyhissalamda nə oldu? Nöqtəsi qoyuldu. Amma Əli əleyhissalam bütün Küfə üçün eləyirdi o muizəni. Bütün Küfə üçün eləyirdi o muizəni. Hər halda, sözüm heç olmasa bu bəhsimizə başlayaq. Vaxtımızda da deyəsən tamam olub, bir 35 dəqiqə ya deyəsən olub 40 dəqiqə. Və bu dəfə çox danışmayayım. Keçən dəfə bir 2 dəfə olub, naruşenlə eləmişəm, deyəsən saatı yadı keçib. Bəziləri demir, amma qaş gözü ilə adam bilinir də ki, nə demək istəyir. Tamam eləyək. İnsanın bir dənə risaləti var. O risaləti gərək neynəsin insan? Ona əməl eləsin. Risalətə əməl eləməklik o kompleks şəklində namaz qılmaq kimi deyir. Namaz qılmaq kimi deyir. Tək oruc kimi deyir. Tək məsələn xums vermək kimi deyir. Tək məsələn bir dənə əməl kimi deyir. Qeybəti, o kompleksinin özü məsələsi biraz fərqlidir. Orada zahiri görünüş, insanın hərəkəti, insanın danışığı hamısı təsirlidir. Məsələn, adam var görsən, neçə dənə namaz qılana rast gəlib, hamısı bədəxlaqdır. Görsən, soruşur, niyə bu namaz qılanlar bədəxlaq olur? Deyir, məsələn, filankəsi tanışdan deyir, hə. Deyir, o da namaz qılandı da. Deyir, oradan o da namaz qılandı. Deyir, o bədəxlaq niyə deyir? Görsən, necə bir şey fikir yaranıb bunda və onda o niyə bədəxlaq deyir? Həs deməli, tək sən xahiş edirəm, gecə namazına durmacla, xorunu vırcılan ta sübh namazına gəlir. Hətta vaxtında da durma, elə biraz, gün çıxmamışdan biraz qabaq dur, sabah cəmaatın içərisində adam kimi rəftar elə. Adam kimi oturdur günə. Birinə salam verəndə, bu mənim bir dostum vardı, dedi, biz bir yerdə işləyirik, hissənmişdim, məktəbdə işləyib, Azərbaycan vətəndaşlıyıq. Deyir, məktəbdə hissənmişdim, orucluq idi da, deyir, aləmə qatıb vururdum bir-birinə. Az qardı müəllimləri döyəm. Ki, indi kimsə, məsələn, bərtdən giriyib, adamdır da, bəlkə biri harası tələsir. Deyir, bir də gördüm, mənədilər, müdür səni çağırır. Getdim, müdürün yanına, and ola Allaha, deyir, gördüm, bir dənə Coca-Cola qoyub stolun üstünə, soyuqluqdan, üzündən Coca-Cola'nın şüşəsindən tər axır. Özdə bu illər kimi də o uzun yay illərində isti də hələ səhər saat 10-dur, qalxıb 40 dərəcə. Bir belə-belə elədim deyir. Dedim, elə bildim, inanın ki, ay görüküb mənə bayram müjdəsi verir. Sonra yadıma düşdü ki, yox, orucluğun 2-ci ya 3-cü günüdür. Dedim ki, müdür bu nədir? Dedim, Coca-Cola'dır da, buz kimi götür iç. Dedim, orucluq deyir, dedi, orucluqdur. Dedim, mən neyəsin? Dedim, sən oruç tuta bilmirsən. Sən oruç tuta bilmirsən. Götür iç, aç orucu. Cəmaat o başlarına duranda niyyət eləyib ki, oruç tuturam adam olmaqdan ötürü, sən niyyət eləyirsən it olmaqdan ötürü oruç tuturam. İndi o buna deyir, ha? Nədə qatıbsan aləmə bir-birinə? Ya iç onu, ged adam kimi hərəkət elə. Ya da ged yat, orucluqdan sonra gələrsən, mən sənə otpuska yazıram. O cürə olmasın. İnsan məsələn ibadət edir və hətta məsələn məscidin özündə, məscidlərin özündə. Görürsən məsələn, məscidin qapısının ağzında durub biri telefondan elə danışır, Hüsnü Hacıyevdə yatan uşaq dikisinir. Avala nə olur, bir hoş danış da.
ya avtobusda, ya marşrutda bu mövzuda çox danışmışıq ha. Mən istəmirəm onları təkrar edirəm. Ancaq elə istəyirəm giriş olsun o risalət bəhsinə, insanın boynunda olan vəzifə. Özdə çox da insandan ondan soruşacaqlar qiyamətin günündə. Həddindən artıq ondan soruşacaqlar. İnsan gərək, bilirsiniz nədir məsələsi? Quran deyir, fəmən əhyəha fəkənnəm əhyən nası cəmiyə. Kim bir nəfəri diriltsə, elə bir dünyanın hamısını dirildir. Bu ayəni oxudum, bilirsiniz nədən ötürü? Ondan ötürü ki, biləsiniz insan risaləti nə deməkdir. Balaca iş görmürsən sən. Bir nəfəri əgər diriltsən, elə bil ki, dünyanın hamısını dirildirsən, İmam Sadiq əleyhissalamdan, İmam Baqir əleyhissalamdan soruşdular, ağa, mən əhyaya fəkənnəmə əhyən nasa cəmiyə nə deməkdir? Həzrət buyurdu ki, fəmən əxrəcəha min zəlalin ilahuda. O adam ki, onu zəlalətdən hidayətə çıxardı. Sən gələsən, məsələn, bir nəfəri tutasan qolundan, belə yavaş-yavaş, xoş dillə ki, gəlib onlara da hamısına bir dənə şəraitinə işarə eləyəcək, gətirəsən, sən onu namaz qıldırasan. Həzrət buyurur ki, elə bil ki, aləmin hamısı ölmüşdür, sən onları gəldin, diriltdin, hamısına can verdin. Allah yanında nə dərəcədə bunun fəziləti varsa, elə bir nəfəri pis yoldan gətirib yaxşı yola çıxartmaq Allah yanında nədir? Ona bərabərdir. Fəkəənnəmə əhyən nasa cəmiyə. İndi yaxşısan bu boyda vəzifə icra edirsən, niyə öz qədri bilmirsən? Niyə öz qiyməti bilmirsən? Qədim indi elə deyir. Məsələn, müəllimlər uşaqların yanında çörək yeyir, simska çıxdır, sigaret çəkir, ondan sonra nə bilim müəllimdən, uşaqdan pul alır. Belə şey yox idi. Biz oxuyanda belə şeylər yox idi. Dəfələrlə eşitmişsiniz bu söz. Elə mən də demişəm. Biz elə bilirdik ki, müəllim çörək yemir. Müəllim çörək, müəllim hara, çayxana hara, müəllim hara, şagirdlə çayxanada hara, toyxanada hara, belə şeylər yox idi. İndi müəllim tələbə oturub qəlyan çəkirlər. Hələ ən abırlısıdır. Elə, ya toyxanada müəllim tələbə oynayır, görürsən gəlir müəllimin qabağında şabaş istəyir onu. Öyləsən sən, heç olmasa get sütunun dalında oynacına. Müəllim deyir bu. Müəllim, bilirsiniz, indi mən demirəm, şagirdlər günahkardır. Müəllimlər də elə, müəllimlərin də özünün bu məsələdə günahları var. Qədim, məsələn, buna riayət olunardı. Ki, məsələn, hər müəllimin də çörək yeməyini biz görməzdik. Onda qalmışdı ki, məsələn, bu şeydir, bir dənə buterbrod çörəyin arasına müəllim doldura dönəri, bir əlində ayran, bir əlində də dönər. Ata birinci skorsa, bu Mirza Əliyevlə üzü yuxarı. Orada yer var da, atsan ged otur orada. Bir də nə qırğındır, qarnını bir 15 dəqiqə saxlaya bilmirsən. Laf elə deyək, saxlaya bilmirsən, atsan. Çəkil otur orada. Heç olmasa dur orada, tində yecinin. Bu qapıların hamısı açıqdır, padyezlər doludur. Gir padyezin birində ye, çıx söylə. Kalistokdakı maşallah dizdən də aşağı keçir. Xəbəri də yoxdur, ayranı da töküb kalistokunu. 2 damcı da dönərin yağından düşsə orada olacaq elə əla da. Əməlli başlı. Bu müəllimlik demək deyir ki, İndi bunu bilirsiniz niyə misal vururam? Bunu istəyirəm öz üstümüzə gətirək. Müəllim uşağa məktəbdə nə öyrədir? Uşağa mırma cədvəli. Ya deyir, Napolyon belə oldu. Buz döyüşü məsələn 1242-ci ildə oldu. Nə bilim, Kulkova döyüşü nə vaxt oldu? Monqol tatarlar belə elədi. Müəllim bunu öyrədir də. Ondan başqa bir şey öyrətmir. Amma sən din öyrədirsən, mədəniyyət öyrədirsən. Mənəviyyət, mən müəllimin vəzifəsini alçatmıram ha. Çünki əl-elmu indəllahi elman, elmul əbdan və elmul ədyan. Allah yanında elm 2 dənədir. Biri din elmidir, biri də tibb elmidir. Hətta o birisi elmləri içində hamısında tibbi çəkir ki, genə dil elmi deyir, tibb elmindən üstün. Niyə üçün o üzvləri əhti sümüyü müalicə edir, bu ruhu müalicə edir. Hamı da bilir ki, ruhun müalicəsi çətindir. Hamdan bilir ruhun. Keçən dəfə bir il bundan qabaq mən danışmışam, bəlkə biraz az olar, biraz çox olar, bunu deyim, tamam eləyim. Ağabey Sultanov var idi, o həkim, psixoloq. Onun yanına bir qardaşlardan birinin qardaşı xəstə idi, ruhu xəstə olmuşdu, sonradan qorxudan nədənsə aparmışdı. Adam baxandı Ağabey Sultanova, deyirdi ki, bunun hara, din hara, məsələn, belə zahirən. O qardaş anlaşdı, dedi ki, mənə dedi ki, dedim, doktor, bu nədir, nədir? Bu niyə sağalmır? Biraz da deyirlər, iğnə dərmanı baxaydı, bir dəfə də istənmişdim. Haçana qədər? Deyir, çağırdı mənə, dedi ki, Ağa Murad, otur, gəldim, oturdum, qapını dördüm.
Dedi, qardaşım, böyrəyi xəstə olsaydı, bu cürə danışmağa yeri var idi. Ürəyi xəstə olsaydı, genə haqlıydın. Cigəri xəstə olsaydı, genə haqlıydın. Ayağı sürüyüb gedirdisə, qarşısını ala bilmirdi, genə haqlıydı. Gözü tutulurdusa, genə haqlıydı. Ay qardaş, bu ruhi xəstədir, ruhi xəstə. Biz kimik Allahın bizə məlumat vermədici şeyi müalicə eləyək? Allah deyir, Quranda deyir ki, və mautitun minəl ilmi illa qəlila da, biz qanə elm göndərmişik. Bu da ki, elə belə. Biz onu nətər müalicə eləyəcəyik? Biz heç nə, biz yenə maddiyyata müalicə eləyirik. Biz dərmanı veririk bunu, ayırırıq sistemin. Kilidi bunu buradan çıxartdıq. O ayrılır, ondan sonra rahat. Öldürürük biz onu. Müalicə eləmirik ki. Sən də durursan ki, bu acan sağalacaq. Haçan mən sağalsam onda. Bu insanın ruhudur. Bunun müəllimi, bunun təmsilçisi, o adam ki, iddia edir, vurur əlin sinəsinə ki, deyir, mən və mənim kimilər. Ondan başqa hamısı, ülaikə kəl-ənam bəlhüməzəl. Dördəl. O adam gərək, özünün bir qədrin bilsin. Yer işin, duruşuğun, oturuşuğun, danışığın, yeməyin, içməyin, ondan sonra hər nəyin, niyə? Çünki böyük vəzifəsi var. Ay balamı neyinir? Heç nə, bir nəfəri hidayət eləsə, elə bil millətin hamısını hidayət eləyir. Savabım deyim, Əli əleyhissalam, Həzrəti Peyğəmbər Əli əleyhissalama deyir, deyir, ən yəhdillahu bikə rəculən vahidən. Özə deyim, sən, yenə Allah var ortalıqda. Baxın, mən bir nəfər namazı, bir nəfər vardı, rəhmətli, Allah onu rəhmət eləsin, mollu idi, yaxşı mollu idi, Allah rəhmət eləsin, ruhuna bir salavat zikr eləyək. Allahumma salli ala Bəlkə biz də öləndə bir mollanın yadına düşdük. O bir iki dəfə dedi ki, filan kəsi mən namaza gətirmişəm, bu 5-ci ya 6-cı adamdır. Allah versə mənə bunu qiyamətdə elə bəsimdir. Bir dəfə gördüm, çox narahatdır. Bir hədisə rast gəlmişdi, peşman olmuşdu. Deyirdi, heyf mənim o zəhmətimdən ki, 6 nəfəri hidayət eləmişdim ki, hər təkdəki məni bir dəfə cəhənnəmdən çıxarda bilərdi. Allah da 6 dəfə adamı cəhənnəmə salması ki, bir dəfə saldı da çıxdı, qutardı. Hamısını zay eləmişəm, qürrələnmişəm. Çünki Allahın deməli orada əli var imiş. Biraz qəflət eləmişdi də. Liən yəhdiyəkə liyən yəhdiyəllahu bikə rəculan. Baxın, hədis gör nə deyir? Əgər Allah Taala sənin əlinə bir kişini hidayət edir, yenə tam mən deyirəm. Hətta nəfəs alıram, amma onda da tam mən deyirəm. Allah sənin əlinə əgər bir kişini hidayət edir, bizim asıllığımız tam şey, enerjimiz Allahdan gəlir də, bəhsi uzundur, onun işimiz yoxdur. Kaş deyirdim ki, Allah mənim əlimdən onu hidayət edir, ya da kaş heç deməydim. Bildiniz? Deyir, əgər Allah sənin əlinə bir dənə kişini hidayət eləyə, xeyrun ləkə mimma tələət əleyhi şəms. Bütün o şeylər ki, onun üstünə gün düşür, hamısından xeyirlidir sənə. Kəbə də var ha içində, məcidlər var ha, Beytəl-Müqəddəslər var ha, ondan sonra nələr var ha. Hamısından deyir artıqdır sənə. Sən neynəsən? Bir nəfəri hidayət eləyəsən. Ki, sənin vəzifə, özdə vəzifəndir ha. Özdə bu vəzifədir. Bir var, Allah bizdən əlavə şey istəyə vəzifəmizdən əlavə. Bir də var, bu sənin vəzifəndir də. Elə deyir. Elə bil, məsələn, mən sizə deyirəm ki, mən sizə pişi namaz durmuşam. Durmalıydı, nə sən pişi namaz? Mollasan, durmalısan, elə deyir. Da kim durmalıydı? Ya da ki, dur ayrı-ayrı qılaq. Amma cemaat namazı təşkil edirsə, elə bilən molla durmalıdır orada. Baxma, elə indi mod düşüb, kalistoku açır, qoyur sol cibinə, qılır. Heç bəzən görürsən ki, kalistoku. Əkidə indi bu, piş namaz durursan, heç olmasa bu kalistoku vurma. Nə zərurətdir sən piş namaz durmaqla kalistokunda gəlib avar eləyib işsin ortalığında. Ya bunu vurma, ya onu eləmə, nə? Bu dedi, ya xaçı batırma, ya da ki, çaxırı içmədən, elə deyir, çox məcbur, tək qılın çıxsın, geçsin də. Cemaat namazının fəziləti böyüdür, amma o cürə deyir ki, elə hərə gəlsin, dursun piş namaz. Peyğəmbər muizə eləmək, nəsihət eləmək, öyüd nəsihət eləmək, əmri bil məruf, nəhyəz münkər eləmək, Allah onun qədər heç nəyə savab vermir. Amma mənası deyir ki, elə hərə gəlsin, çıxsın, otursun Peyğəmbərin mənbərində, başlasın danışmağa. Danışır, geçsin, otursun, o ən küncdə bir iki nəfərə muizə eləsin, yola gətirsin. Amma da Peyğəmbərin mənbərində yox ki. İndi fərq eləməz, o cürə mənbər olsun, ya bu cürə stol olsun.
Bildiyiniz nətərdir məsələ? Elə, indi sözüm nədədir? Sözüm bundadır ki, Allah Teala bir nəfəri sənin əlinlə hidayət eləsə, bütün o şeylər ki, onun üstünə gün düşür, onun hamısından fəzilətlidir. Hamısından fəzilətlidir. İndi sən ki, məsələn, bir nəfəri moizə eləyətsən, hidayət eləyətsən, böyük bir vəzifə verilib sənə. Böyük bir vəzifə verilib sənə. O böyük vəzifə, bayaq dediyim kimi, o cürə deyir ki, sənin Allah artıq istəyib səndən. Eyni, məsələn də, bir nəfərdən artıq bir nəfərin təmənnası olar. Amma eyni buna bənzəyir ki, elə mən burada piş namaz durmalıydım da, mənim o vəzifəmdir, sizə minnəti yoxdur ki onun. Ya məsələn, fərz eləyək ki, biri gəlir, deyir ki, valla mən təşəhhüddə salamı da deyir, salavatı da oxuyuram, təşəhhüddə salavatı oxumalısan. Bu cürə daha, nəinki məsələn bizim namazda qunut tutmağımız ki, vacibin içində bir müstəhəb əməl edirik. Ya məsələn, sən məndən bir çay istəyirsən, mən sənə bir su verirəm. Yox, elə su istəyirsən, mən hələ bir artıq hörmət edib sənə çay verirəm. Cüz-i vəzifəmizdəndir bizim. Cüz-i vəzifəmizdəndir. Allah hamımızın neynəyib? O daxilində o fitrəti yaradıb qoyub, özdə bizdən də vəzifə istəyib, əmr-i məruf nəhiyyəz münkər. Fəqihun vahidun yunqizu yətimən min əytaminə. Fəqih burada, o fəqihlər ki, dalıcan danışırıq, o fəqihlər ki, gündə ağzımıza gələni deyirik, o müstəhidlər ki, birini ələm veririk, birini qeyri-ələm veririk, birinin dalıcan nəmlə nisbəti veririk, nə bilim belə də, öz günümüzə salmışıq, danışığımızda onları da, o fəqihlərdən söhbət getmir. O fəqihlərin, imamların yerində oturub, İmam Zamanın yerində oturub, naibləridir. İmam Zaman qeybəti suğraya gedəndə 4 nəfəri qoydu yerində adla getdi, qeybəti kübraya gedəndə dedi, fəəmməl həvadisul vaqiyə fərcuğu fiyhə ilə rüvati əhadisinə. Bizim fəqihlərimizə gelir rücu eləyin. Həzrəti Peyğəmbərdən də o barədə hədis var. Axırı budur ki, vəlil əvvami ən yüqəllidur. Ümumi cəmaat geçsinlər, onlardan təqlid eləsinlər. Bunu da Həzrəti Peyğəmbər deyib. Baxın, o fəqihlər oturublar imamın yerində, İmam Səccad əleyhissalam da deyir, əgər onlar o yerlərində oturmasaydı, yer üzündə bir dənə şiyə qalmazdı. Bir dənə Allah-u Əkbər deyən qalmazdı. Bir dənə ixlaslı möminlə qalmazdı. Onlar da otururlar sərhədlər, şeytanlardan bizim şiələrimizi, dostlarımızı qoruyurlar. Bəhsi ayrıdır. Amma işim söz gəldi, onu dedim. Bu hədisdə deyilən fəqihdən məqsəd din tanıyan, din bilən. Yəni o şəxs ki, dini bilir, başa düşür və onu da neyir? Təbliğ eləyir. Hansı çərçivədə, istər bir molla çərçivəsində, səviyyəsində, istər bir dənə adi bir namaz qılanda. Sən də o dərəcədə başa düşürsən və o dərəcədə bir nəfəri əmri və məruf edirsən, imam özdə bilirsiniz nə deyir? Deyir İmam Kazım əleyhissalam, fəqihun vahidun yunqizu yətimən min əytaminəl munqətiinənna. O, din bilən o qardaş ki, bizdən ayrı düşmüş o yetimi nicat verir. Baxın görün ibarətə nə dedi? Yətimən min əytaminəl munqətiinənna. O yetim ki, bizdən qət olubdur. Yəni, imamdan ayrı düşən yetimdir, başsızdır. Həzrət buyurur ki, o yetim və başsız ki, bizdən uzaq düşüb, bir dənə də din bilən gedir, onu oradan nicat verir və ən müşahidətina bi təlimi mahu və muhtacun ileyhi və gəlir ona ehtiyacı olanları da təlim eləyir, öyrədir. Əşəddu əla iblis min əlfi abidin. İblisə 1000 dənə abiddən daha artıq düşməndir o adam. Yəni, 1000 dənə abid, ixlaslı, mömin, təqvalı, gecə-gündüz namaz qılan abid yığışa bir yerə şeytan üçün o qədər təhlükəli deyir, amma bir dənə dediyimiz o din bilən adam bir dənə yetimin əlindən tuta, ona nicat verə, şeytan üçün əşəddir o. Məlum, bu dərəcədə ki, inşallah ardı var, ardım gələn dəfələrdə qismət olsa, çatdırırıq məhzərimizə. Allah Muhammed, Ali Muhammed xatirinə bizi din tanıyanlardan qərar versin. Allah bizi
zəlalətdə olanları nizat verənlərdən qərar versin. Allah Muhammed al-Muhammed xatirinə bizi əmr-i məruf nəhy-i münkər əhlindən qərar versin. Tamam günahlarımıza qələmi əfv çəksin. Bağışlamamış bizi dünyadan aparmasın. Allah Teala bizi vəzifəmizlə aşina qərar versin. Allah Teala bizi agah insanlardan, agah möminlərdən qərar versin. Muhammed al-Muhammed xatirinə müsibətimizi dinimizdə qərar verməsin inşallah. Tamam çətin hallarımızda Əhl-i Beyti başımızın üstündə hazır eləsin. Muhammed al-Muhammed xatirinə bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Allah Teala zalimləri, din düşmənlərin xüsusən tezliklə məhv nabud eləsin. Nəslimizi, bədi nəslimizi haq yolda sabit qədəm eləsin inşallah. Allah Teala çətin anlarımızda Muhammed al-Muhammed xatirinə Əhl-i Beyti başımızın üstündən əsrik eləməsin. Tamam möminlər, müşkildə olanlar, çətinlikdə olanlar, xüsusən bu cəmdə əyləşənlər, Allah Teala iltiması dua eləyənlərin, xəstələrin ki var, onların şəfasını iltimas eləyirlər. Muhammed al-Muhammed xatirinə tezliklə həll eləsin inşallah. Xəstələrə şəfayı acil inayət eləsin. Muhammed al-Muhammed xatirinə bu cəmdə əyləşən və tamam möminlərə halaldan bolluca ruzu qismət eləsin. Özündən möminlərdən başqa heç kimə möhtac eləməsin. Bərəkətli uzun ömür əta eləsin. Ağamız İmam Zamanın qəlbi nazəninin bizdən razı, xoşnud eləsin. Allah Teala onun elədiyi duaları bizim barəmizdə qəbul eləsin. Zuhurunda təcil eləsin. Bizi onun zuhurunda olan maniyələri bərtərəf eləməkdə bizə tövfiq versin. İnşallah zuhurunda, rikabında şəhid olanlardan qərar versin. Salavat zikr eləyir.